Təməli 4 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan Araz Vadisi İqtisadi Zonası Sənaye Parkına artıq 35 milyon manatdan çox investisiya yatırılıb. Cəbrayıl rayonunun ərazisində yerləşən Sənaye Parkı xüsusilə qeyri-neft sektorunun sürətli inkişafının tərkib hissəsidir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymaya meyillidirlər. Ona görə bu zonanın yaradılması əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda burada yaradılacaq infrastruktur investorlar üçün cəlb edici olacaq. Ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq. Hazırda burada 2 müəssisə fəaliyyət göstərir. Ümumilikdə 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın artıq 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Parkda görülmüş işlərə bu günədək 35 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb. Əsasən işə götürmə prosesində Cəbrayıl və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Sənaye Parkında 4-dən çox müəssisənin tikintisi davam edir. Bu müəssisələr dekorativ daşların, müxtəlif yapışqan lentlərin, dezinfeksiya edici, maye yuyucu vasitələrindən, o cümlədən mina təmizləyən avadanlıqların və sair məhsulların istehsalı ilə məşğul olacaqlar. Bu il Sənaye Parkında bir neçə müəssisənin də fəaliyyətə başlaması planlaşdırılır. Qeyd edim ki, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında bayaq vurğuladığım kimi 2 müəssisə fəaliyyət göstərir. Bu müəssisələr tərəfindən 1,7 milyon manatlıq məhsul satışı və xidmətləri həyata keçirilir. İqtisadçılar Araz Vadisi İqtisadi Zonasına qoyulan investisiyaların gələcəkdə daha da artacağını proqnozlaşdırırlar. Cəbrayılda yerləşən bu vadinin əsas Zəngəzur dəhlizi istiqamətində nəqliyyat şəbəkəsinin üzərində yerləşdiyinə görə, eyni zamanda regionda kənd təsərrüfatı məhsulluq sahəsinə yaxın yerləşdiyinə görə daha çox nəqliyyat, logistika və anbarlaşma istiqamətində ixtisaslaşıb. 35 milyon investisiya qoyulub. Təbii ki, bu istiqamətlərdə investisiyalar hələ yeni qoyulur. Bu investisiyaların biz həcminin gələcəkdə artmasını müşahidə edəcəyik. Sənaye parklarında yerləşən müəssisələr vətəndaşlara yüksək gəlirli iş yerləri təklif edəcəklər. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda yerləşən sənaye parklarında digər regionlardan fərqli olaraq güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması və kommunal xərclərə 20%lik güzəştlər kimi əlavə imkanlar təqdim olunur.